Dünyanın ən böyük iqtisadiyyatlarında əhalinin orta yaşı kəskin fərqlənir. Yenavaz.com ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, ümumi daxili məhsula görə dünyanın 40 ən böyük iqtisadiyyatında orta yaş göstəriciləri müxtəlif istiqamətlərdə dəyişir. Siyahıya əsasən əsas iqtisadiyyatlar arasında ən gənc əhali Filippində qeydə alınıb. Burada orta yaş 26 təşkil edir. Onu İsrail, Bangladeş, Hindistan, Meksika və İndoneziya izləyir. Dünyanın 40 ən böyük iqtisadiyyatına sahib ölkələr orta yaş göstəriciləri belə olub. Qeyd edək ki, Azərbaycanda əhalinin orta yaşı 34,8-dir. Bu göstərici ölkəni siyahıda Türkiyə və Braziliyaya yaxın mövqedə yerləşdirir. Nisbətən gənc əhali strukturunu qoruyan ölkələr sırasında hesab olunur.